Qərbinin tarixi haqqında o qədər danışmaq olar. Mən danışmayacağım, sizi yormayacağım. Çünki bütün o məlumatlar bu kitabda toplanıb. Mən uzun illərdir arxivlərdə, kitabxanalarda axtarışlar aparıb, bir-bir o dənizin içindən mirvari axtaran kimi o gövhərləri tapıb bir araya yığmışam ki, sizin üçün onlardan istifadə etmək asan olsun. Belə kitablar nəyə görə lazımdır? Hər bir kənd haqqında, hər bir şəhər haqqında məlumat Azərbaycanın ümumi tarixinə bizim sovqatımızdır. Nə qədər bu cür kitablar çox yazılsa, nə qədər araşdırmalar çox aparılsa, bizim tariximiz o qədər zəngin olar. Mənim kitabımın redaktoru bizim Müzəffər müəllimdir, Müzəffər Məlik Məmmədov, hər biriniz tanıyırsınız. Kitabın tərtibçisi bu cavan oğlandır, yaraşıqlı olan Ruslan Orucov. Müasir dizaynerlər arasında öz dəstxətti olan və kitabın korrektoru mənim qızım Sevda Əzizrindir. Həmişəki kimi yazmaq xatirinə mən bir sətir də yazmamışam o kitabda. O kitab mənim ürəyimin ağrılarıdır, mənim sevinclərimdir, mənim arzularımdır və mən bu kitabla bir mesaj da vermək istəmişəm ki, bir yurda bağlılıq, bir vətənə bağlılıq deməkdir. Bir ailəyə vurğunluq, bir nəsilə vurğunluq deməkdir. Siz bu kitabla təkcə bizə oxuculara deyil, bütün Azərbaycanda kənd haqqında yazmaq istəyən insanlara nümunə göstərmişsiniz. Sizin kitab, mənə elə gəlir ki, Azərbaycanda kənd tarixi haqqında yazılmış ən mükəmməl, ən gözəl, ən nümunəvi bir kitabdır. Sizə can sağlığı arzulayıram, yeni müvəffəqiyyətlər, uğurlar. Sağ olun. Həqiqətən də bu çox dəyərli və qiymətli bir kitabdır. Bu bizim soruşlu kitabımız olacaq. Sən bizə nəsə demək istəyirsən? Hörmətli Sədaqət xanım, sizi təbrik edirəm. Sizin hər bir əsəriniz bizim üçün bir xəzinədir. Sizin hər bir əsəriniz bizim gələcək nəsillərimiz üçün bir əmanətdir. Var olun, baş əyirik sizin qarşınızda. Çox sağ olun. Sağ olun. Biz də sizinlə fəxr edirik, qürur duyuruq. Mən bir hədiyyə gətirmişəmsə, bu Ləzgi dilindən Quran-ı Kərim tərcümə olmuş kitabdır. Mən söz vermişdim Sədaqət xanım. Çox olardı ki, Sədaqət xanım adı da çox uğurlu bir addır. Bu ərəb dilindən bir neçə mənası var. Birinci, sidq sözüdür, bu təmiz, ixlas deməkdir. İkinci, sadiqdir. Həqiqətən Sədaqət xanım həm dostluğa sadiq olub, həm öz ideyalarına sadiq bir insan olub. Üçüncü mənası sədəqə sözüdür. Yəni ki, təmənnasız insanlara kömək etmək, yardım etmək. Görək bütün həyatı, yaradıcılığı insanlıq üçündür. Çox sağ olun, təşəkkür edirəm, söz verdiniz. Allah razı olsun. Sağ olun, təşəkkür edirəm. Hər bir cəmiyyətdə cəmiyyəti irəli aparan insanlar var. Yaradıcı sahə isə bu xüsusi bir sahədir. Mənim üçün yaradıcı sahə insanları birləşdirən bir sahədir. Sədaqət xanım öz yaradıcılığı ilə Ləzgi mədəniyyətini, Azərbaycan mədəniyyəti və digər xalqlar mədəniyyəti arasında bir körpü yaradır. Siz baxın görün necə incə, zərif bir qadındır, amma demək olar ki, bunun imkanı, ürəyi, bunun bacarıqları, pəhlivanlar da bəlkə bunu çatdıra bilməzlər. Arxivlərdən gəzib onları yığıb yazmaq o böyük neçə ilin işidir. Bu necə onları çatdırır? Таких личностей, таких душ не каждому дается, не каждому народу, не каждой стране. Столько она внесла труда, энергии, любви, знаете, вот через 100 лет, 200 лет будет только о ней говорить. Рядом с ней быть, общаться с ней, это большое счастье. Давайте вечера Сагат Ханумой организуем Кусарах. Каждый год будем хоть раз собираться и по душам говорить, делиться emosiyami, delisi opıtan. Sədaqət xanım, təşəkkür edirəm sizə bütün gördüyünüz işlər üçün. Mən minnətdaram sizə ki, getdiyiniz yolla az da olsa mən gedə bilirəm. İnanın, hər dəfə deyirəm, Sədaqət xanım mənim ayaqımdır. Sədaqət xanım həqiqətən də generalımız düz dedi, bir körpü oldu. Bizim xalq üçün də bir körpüdür. Mən onun elədiklərini ona baxıb öyrənirəm. У меня дети, у меня внуки. Это будет их настольной книгой, когда меня не будет. Это не просто книга. Это наша история. Чтобы мы не были бы голословными перед нашими детьми. Чтобы они что-то помнили. Спасибо. Çok sağ olun, güzel.
Birinci dəfədir sizin qarşınızda çıxış edirəm və bir jurnalistin jurnalist qarşısında çıxış etməsi çox çətin imiş. Hər birimizin qarşısına müəyyən sualları qoyacaq ki, biz bugünə kimi öz millətimiz üçün, xalqımız üçün, yurdumuz üçün neyləmişik? Sədaqət xanım çox xoşbəxt insandır ki, bu suallara cavab verəcək, alnı açıqlığı ilə cavab verəcək. Sədaqət xanım, sizi özümə ustad bilirəm. Bunu özünüz də bilirsiniz. Keçən görüşümüzdə dediniz ki, ümidvaram ki, gələn dəfə biz görüşəndə ləzgi dilində şeir yazacaqsan. Və gülləri Elvina xanıma verdim. Şeiri isə sizə hədiyyə eləyərəm. Şaxabar yaqnəzi kəfər, riqa qayın vəsə səfər, altuş xanıq iləl zifər, quna vili zakvaz. Riqa batal xanıq atun, qaqatnəzi qarar qatun, evdi vilaya vudnazun, quna vili zakvaz, quna vili zakvaz. Çox sağ olun. Я хочу поблагодарить вас за тот колоссальный труд, который вы провели. И даже вы такие вещи нам предоставили, которые мы, потомки, не знали. И вы достали эти данные из архивов. Да. И просто я была в шоке, когда я это узнала. Я стала гордиться представительницей, какого рода я являюсь. Так-то я много чего узнала, но есть и вещи, о которых я даже не подозревала. Дай Бог вам здоровья. Məclisdə sizin ürəkləriniz mənə o qədər gözəl mesajlar göndərdi. Mən sizin hər birinizin gözəl ürəklərinizi oxudum və mən zənginləşdim bu gecədən. Bu zənginliyə görə, bu gözəlliyə görə, mənə bağışladığınız o məhəbbət dolu baxışlara görə mən sizə minnətdaram. Və bu dəyər üçün yazmağa dəyər. Çox sağ olun. Allah sizi mənə çox görməsin. Mən sizinlə fəxr edirəm. Çox sağ olun bu gözəl məclisə görə, bu unudulmaz anlara görə və mənə o qürur hissi yaşatdığınıza görə.